Azad olmayan cəmiyyətlərdə maraqlı bir hal var. Geniş xalq kütlələri sadə, el adamı, yekəxanlıqdan uzaq birinin rəhbər olmasına dəhşət qıcıqlanır. Görəsən nə üçün? Bunun aydın bir sosial, tarixi izahı var. Biz keçmişdə 1000 illər boyu gözü qıpıq edilmiş, qul və nökər kimi yaşamış atalarımızın instinkt və psixologiyasını daşıyırıq. Bu ağır miras azad olmayan fərdləri qeyri-ixtiyarı paxıllığa düçar edir. Bəli, sadə, təvəzzökar, el adamı sayılan rəhbərlərə barmaqarası xor baxılması bəsit paxıllıq əlamətidir. Azadlığı olmayan insan həmin rəhbəri süzür və deyir: o da mənim tayımdır, o niyə şah, kral, ağa olsun ki? Bax, budur məsələ. Azad insansa belə düşünür. Rəhbər də mənim kimi insandır və onun əsas vəzifəsi insanlara xidmət etməkdir. Təkəbbür, qudurğanlıq etmək ona yaraşmaz. Nə kürsüsünə, nə də şəxsiyyətinə. Bu səbəblərdəndir ki, demokratiya həsrəti çəkən yaxın şərqdə belə bir lətifə hələ də aktualdır. Kişi sevincək arvadına deyir: şah mənlə danışdı. Arvad soruşur: nə dedi ki? Kişi cavab verir: dedi ki, ay heyvərə, yoldan çəkil.